Şibyələr üçün doğru olanları müəyyən edin. Onu əmələ gətirən orqanizmlərdən hər ikisi prokaryot olan canlıların bircə yaşayışından əmələ gələ bilər. Deməli, şibyəni əmələ gətirən göbələk orqanizmidir. Bilirik ki, göbələk prokaryot deyil. Və üstə gələk siyanobakteriya yazıram bura. Siyanobakteriya. Amma siyanobakteriyanı əvəz eləyər, yosunlar da əvəz eləyə bilər. Yəni, yosun. Bərabərdir şibyə yazırıq biz bura. Şibyə. İki orqanizmin simbiozudur. Demək, hər ikisi prokaryot olan canlıların bircə yaşayışından əmələ gələ bilər deyirsə, bu artıq düz deyil. Çünki biri prokaryotdur, siyanobakteriya, göbələk isə eukaryot olur. Prokaryot canlı ilə eukaryot canlının bircə yaşayışından əmələ gələ bilər. Bu düzgün cavabdır. Niyə? Çünki prokaryot siyanobakteriya götürərik, eukaryot da göbələklərdir. Şibyəni əmələ gətirən canlılardan hər ikisində zülal sintez olunmur. Olunur desə düz idi, olunmur deyirsə bu səhvdir. Şibyəni əmələ gətirən canlılardan prokaryotun daxil olduğu aləmin bəzi nümayəndələrini xemotrof qidalamaya rast gəlinir. Bu düzgün cavabdır. Prokaryot bakteriyadır, siyanobakteriya, xemotrof onlardadır yalnız bəzi növləri. Şibyə talonunun qabıq qatını sıx dolaşmış göbələk çiftləri əmələ gətirir. Bu da doğru cavabdır. Çünki şibyənin talonunun qabıq qatı vardı və göbələk çiftlərindən yaranıbdır. Şibyələrdə fotosintez prosesi sürətlə gedir və üzüm maddələr çox əmələ gəlir. Bu səhvdir, çünki fotosintez prosesi sürətlə yox, zəif gedirdi. Zəif gedirsə, üzüm maddələrdə çox yox, az yaranmış olar. Ona görə də bu səhvdir. Düzgün cavabımız nə olacaqdır? 2, 4 və 5 cavabları düzgün olacaq.